Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu gün mən sizlər üçün 15 mart 2026-cı il OTQ 9-cu siniflər üçün sınavını, ingilis dili üzrə sınavını izah edəcəm. Baxırıq ki, deməli bizdə sualımız nədir? Sualımız quantifiers mövzusuna aiddir, yəni cəmiyyət bildirən sözlər mövzusuna aiddir. Baxırıq ki, boşluqdan sonra noise gəlib, yəni sayılmayan isim gəlib. Sayılmayan isim gəlibsə biz burada few-nu çıxarıq. Few-dan sonra cəm isim gələr. Many-dən sonra cəm isim gələr. A lot-un yoxdur. Hələ əgər a lot-un olsaydı 100 olardı. Və baxırıq ki, D variantı, B variantı hər ikisi sayılmayan isimlərlə işlənən deməli cəmiyyət bildirən sözlərdəndir. Amma o zaman biz tərcüməyə baxacağıq. Deyir ki, I can't hear what are, yəni sənin nə dediyini eşitmirəm. The traffic is making noise, yəni səs çoxdur. O zaman səs çoxdur ki, mən eşidə bilmirəm. Yəni az olsa eşidə bilərəm. Yəni mənaya görə cavabımız olacaq B variantı. 57-ci sualda sualı biraz ekrana yaxınlaşdırın. 57-ci sualda bizdən nə istəyir? 57-ci sualda deməli burada have, evə, had evə, bildiyimiz kimi have evə, had evə, has evə bunlar birinci variantlara baxırıq. Görürük ki, burada sifətin dərəcələrindən söhbət gedir və yuxarıda da ipucu olaraq, açar sözü olaraq have evə, had evə, has evə bunları hər zaman belə yadda saxlayın. Biz onlara görəcək, deməli biz üstünlük dərəcəsi götürməliyik. Çünki açar sözü olaraq burada have evə var və deməli good adi dərəcədədir, better müqayisə dərəcəsindədir, worse yenə də müqayisə dərəcəsindədir. A variantı da üstünlükdür, C variantı da, amma biz bilirik ki, sifətin üstünlük dərəcəsində Z artiklı olmalıdır. Ona görə cavabımız olacaq C variantı. 58-ci suala baxırıq. Ekranı yaxınlaşdırım ki, sizlər üçün asan olsun. 58-ci sualda düzgün feili istəyir. Bizdən düzgün feili istəyir deyəndə artıq nəyə fikir verir? Yəni düzgün verb deyir seçinsə biz deməli diqqətli olmalıyıq. Bu kompleks objekt ola bilər, bu gerund ola bilər. Zaman olanda deyir ki, tenses form, yəni düzgün zaman formasını seç. Biz onda bilirik ki, bu zaman testidir. Amma bu zaman deyil, bu feil deyəndə artıq yəni mürəkkəb tamamlıq mövzusu yada düşməlidir, kompleks obyekt mövzusu və expect də üçüncü qrup feil olduğuna görə özündən sonra gələn feili to-lu qəbul edir. Cavabımız olacaq C variantı. 59-cu sualda bizdən interrogativ, düzgün interrogativ, yəni sual cümləsi istəyir. Baxırıq ki, A variantında sual cümləmizin quruluşu nə idi? Sual sözü idi, köməkçi feili idi, mübtəda, xəbər. Yəni bizim sual sıramız bu formada gəlməlidir. Baxırıq ki, birincidə sual sözü, köməkçi, mübtəda, xəbər və did olduğuna görə feil birinci formada olduğuna görə doğrudur. Ona görə bir doğrudur. Baxırıq ki, B variantına, B variantında sual sözü mübtəda sonra xəbər gəlib. Yəni bizim sual sözü söz sırası pozulub. Ona görə yanlışdır. C variantına baxırıq. C variantında when yenə də burada sual sözü, həm sıramız pozulub, ümumiyyətlə, həm də ki, köməkçi feillə əsas feil yan-yana gəlib. Yəni belə bir qayda yoxdur. D variantında sual sözü, köməkçi, mübtəda, xəbər düz gəlib. Amma burada da do olanda feilin sonunda s olmaz. Sonra üçüncü şəxsin təki deyil, does olardı. Yəni belə hər tərəfli səhvdir. Y variantına baxırıq, yenə də does-dan istifadə edib. Yəni burada söz sırası doğrudur. Sual sözü, köməkçi, mübtəda, xəbər. Amma burada nədir yanlış olan? Burada does-dan sonra, yəni feilin sonunda s qalmaz. Bilirik ki, indiki zamanda biz sual cümləsi qururuqsa əgər, does olanda feilin sonundakı s silinir, s atılır. Ona görə də doğru cavabımız elə A variantı olacaq. Baxırıq ki, boşluqdan sonra bus, avtobus,
Digər tərəfdə də stations, yəni dayanacaq. Deməli biz ikinci tərəfdə boşluq olanları çıxarırıq. Çünki orada artikel lazımdır. Sayılan tək isim artikeldən olmalıdır. Sonra baxırıq ki, ən artikel olmayacaq. Çünki ən artikeli saytla başlayan isimlərlə olur. Baxırıq B variantı və E variantına. Yenə də baxırıq ki, burada bas sözü var. Yəni biz artikelsiz variant götürə bilmərik. Çünki sayılan tək isim mütləq artikel olmalıdır. Ona görə cavabımız olacaq A variantı. Hər iki tərəfdə isim olduğuna, sayılan tək isim olduğuna görə artikelsiz variant götürə bilmədiyimizə görə düşünürəm ki, bu asan sualdır. Brighton qorxmuş, take part iştirak etmək. Burada deməli cavabımız olacaq. Baxırıq ki, deməli participate in də iştirak etməkdir. Take part da iştirak etməkdir. Cavabımız deməli daha doğrusu 3-də, B-də 3 olacaq. Sonra frighten baxırıq burada afraid də frighten da qorxmaq, yəni ona görə 2 olacaq. A 2 ilə birləşəcək. Cavabımız olacaq burada C variantı. Escape də şeydir, get away from the dangerous station. Yəni uzaqlaşmaqdır, təhlükəli bir şeydən, nəsə bir şeydən deyir, uzaqlaşmaq, yəni escape etmək. Digər suallarımıza baxaq. Mhm. Məndə PDF formada yoxdur deyə bu formada baxırıq suallara. Proposition düzgün sözünü istəyir bizdən. Deməli, sözünü də adətən tərcüməyə düzdür. Bəzi deməli sözünlər var ki, hansısa bir sözlərlə işlənir. Bu orada mütləq onları qoyuruq, amma bəzən də tərcüməyə əsasən əsaslanır. Deməli, I attend driving class deyir ki, mən deməli rəssamlıq dərslərinə qoşuldum because of my love for olar yəqin ki burada. Çünki deyir ki, mən öz deməli incəsənət, yəni sevgimə görə onun üçün ə, incəsənət dərslərinə qoşuldum. Cavab olacaq B variantı. 63-cü sualda məchul növ istəyir bizdən. 63-cü sualda məchul növ. Məchul növün qaydasını yadımıza salırıq. Məchul növ necə idi? Deməli, tamamlığı tapırdıq. Mübtədanın yerinə qoyuruq və hansı zamandadırsa feil, o zamanda to be-nin formalarını yazırıq. Sonra da feili üçüncü forma feildən istifadə edirik. A variantına baxırıq. A variantında to be-nin forması yoxdur deyə yanlışdır. B variantı doğru cavabdır. Deməli, tamamlığımız to be-nin indiki zaman forması və hmm, made by them, yəni üçüncü forma feil doğrudur. Yəni B variantında yanlış heç bir şey yoxdur. C variantına baxırıq. Been var. Yəni üçüncü ümumiyyətlə bitmiş zamanlarda olur been. Yəni sadə zamanda, həm də keçmiş zaman deyil, make indiki zamanda deyə ümumiyyətlə keçmişdə olanları çıxarıq. E variantında da yenə də to be-dən sonra been olmaz. Been have, has, had, been, yəni bitmiş zamanlarda istifadə olunur. Ona görə də doğru cavabımız olur 63-də B variantı. 64-cü suala baxırıq. 64-cü sualda ə, yenə də it is very noise. Deməli nə olacaq? It is hard concentrate. Yəni bir konsentrasiya olmaq çox çətindir. Çox səs var. Çox səslidir. Ona görə cavab belə olacaq. Burada yəni tərcüməyə əsaslanır. Ümumiyyətlə son zamanlar ən çox tərcüməyə əsaslanır. Yəni qaydalar da, yəni ən çox tərcümə, yəni məntiq, ümumiyyətlə sözlər çox önəmlidir. Əziz abituriyentlər, əziz şagirdlər, yəni sözlərə əvvəllər yəni nisbətən qayda önəmlidirsə, indi daha çox sözlər önəmlidir. Ona görə sözləri çox öyrənin, çox oxuyun, sözləri öyrənməyə üstünlük verin. 65-ci sualda baxırıq 65-ci suala. Aha, 65-ci sualda burada bizə last deyir. Last deyirsə, bizə keçmiş zaman lazımdır.
Keçmiş zaman lazımsa see götürə bilmərik, have götürə bilmərik. Sonra digər variantlara baxırıq. Digər variantlarda savla iz götürə bilmərik bir cümlədə. Biz bilirik ki, zamanların uzlaşması qaydasına əsasən indiki zamanla indiki zaman, indiki zamanla gələcək zaman və keçmiş zamanlarda bir-biri ilə uzlaşır. Mən həmişə belə deyirəm, adında indiki olanlar indiki və gələcəklə uzlaşır. Adında keçmiş olanlar isə bir-biri ilə uzlaşır. Yəni zaman uzlaşması olaraq belə yadda saxlasaq daha rahat olacaq. Yenə də D variantı da olmayacaq. So indiki zamandır. So keçmiş zamandır, has indiki bitmiş zamandır. Ona görə D variantı da yanlış olacaq. Cavabımız olur B variantı. 66-cı sualda 66-cı suala baxırıq. Görürük ki, indiki zamandır və biz keçmişdə olan zamanları silərik. Keçmiş bitmişdə olan zamanı da silərik. Qalır 2 dənə variantımız. Burada cavabımız olacaq Y variantı. Niyə görə? Çünki deyir ki, avtobus doluydu, basa-bas idi. Overcrowded, yəni çox adam var idi. Ona görə də deyir we have to wait next, yəni növbətisini gözləməliyik. Ona görə cavab olacaq E variantı. Avtobus doludur. Ona görə biz növbətisini gözləməliyik. Cavabımız E variantı olacaq. Malı, məli. Deməli, A variantı niyə uyğun gəlmir? Birincisi, have to-nun sualı inkarı özü ilə düzəlmir. Don't have to olardı və ikincisi bizə inkar lazım deyil. Ona görə A variantı da uyğun deyil. E, yəni B-ni də D-ni də dedik ki, niyə olmur? Çünki keçmiş zaman deyil. Yəni cümləmiz indiki zamandadır. Ona da diqqət etməliyik. Yəni buna görə də cavabımız olur E variantı. Demək, 67-ci sualda yenə də söz testidir. Opposite deyir, əksin deyir. Bax, burada altından xətt çəkilmiş söz difficult-dır. Onun da əksi nə olacaq? Easy, asan olacaq. Digər variantlardakı sözlər, misal üçün biri A variantında memorable, yadda qalan, joyful, əyləncəli, fun-loving, əyləncəli, lucky, uğurlu, yəni o sözlərin sinonimi deyil. 68-ci suala baxırıq. 68-ci sualda confidence sözünün sinonim, close meaning, yəni yaxın mənası. Doubt şübhədir, worry narahatdır. Ona görə də doğru cavabımız olacaq burada 1 və 5. Believe in myself, yəni özünə inam, self trust bu da özünə inamdır. Confusion səhv etmirəmsə qarışıq deməkdir. Ona görə elə 1 və 5 olacaq doğru cavabımız. Bu qədər qaydaların izahı, növbəti videoda isə sizinlə qısa mətnləri və mətnin digər mətnləri izahı olacaq. E, Kanala abunə olmağı, bəyənməyi, dostlarınızla paylaşmağı unutmayın. Təşəkkür edirəm diqqətiniz üçün. İnşallah ümidvaram ki, sizlər üçün yararlı olar. Diqqətiniz üçün çox sağ olun.